Xeyir olsun uşaqlar. İndi sizinlə 8-ci sinif fizika dərsliyindən mexaniki iş bölməsinin öyrəndiklərinizi tətbiq edin və öyrəndiklərinizi yoxlayın hissəsindəki tapşırıqlara baxmış olacaq. Amma dərsə keçməmişdən qabaq həmişə dediyimiz kimi öz gələcəyinizin mimarı məhz siz özünüzsünüz. Bu gələcəyi necə inşa etmək sizin əlinizdədir. Odur ki, gələcəyinizi gözəl inşa etmək üçün dərslərimizə başlayaq. Birinci məsələdə bizdən soruşur ki, şəkildə təsvir olunmuş hallardan hansında mexaniki iş görülmür? Cavabınızı əsaslandırın. A hissəsində göstərib ki, Azər ağacı itələyir, lakin ağac tərpənmir. B variantında göstərib ki, Leyla market arabasını itələyir və araba hərəkət edir. Uşaqlar, biz bilirik ki, işin düsturu nədir? A bərabərdir F vurulsun S. Demək ki, cismin iş görməsi üçün həm qüvvə olmalıdır, həm də yer dəyişmə olmalıdır. Yəni, bunlardan hər hansısa biri olmarsa, demək ki, cisim iş görə bilməz. İndi A variantına baxağın, Azər ağacı itələsə də, ona qüvvə tətbiq etsə də, amma ağac yerindən tərpənməyib baxın. Ona görə də, baxın, burada göstərir, ağac tərpənmir. Əlbəttə ki, bu zaman görülən iş sıfıra bərabər olacaq. Amma Leyla market arabasına müəyyən bir F qüvvəsi tətbiq edir və əlbəttə ki, market arabası da təkərləri vasitəsilə hərəkət edir. Müəyyən bir yer dəyişmə icra edir və məhz bu baxımdan da onun işi olur. Deməli, hansı variant oldu? Mexaniki iş görülmür soruşur Azər. Azər ağacı itələyən zaman mexaniki iş görülmür. Bax bu. İkinci suala keçək. Üfüqi müstəvidə hərəkət edən cismə hərəkət istiqamətində F1, hərəkətin əksi istiqamətində isə F2 qüvvəsi təsir edir. Cismin yer dəyişməsi S-ə bərabərdir. Göstərin ki, hər iki qüvvənin gördüyü işlərin cəmi əvəzləyici qüvvənin gördüyü işə bərabərdir. Deməli, bizdən uşaqlar bilirsiniz nəyi soruşur? Deyir ki, biz iki qüvvə şəklində göstərməliyik. Həm göstərməliyik ki, əvəzləyici qüvvənin işi ilə bu iki qüvvənin ayrı-ayrılıqda gördükləri işlərin cəmi bir-birinə bərabərdir. Əvvəlcə sxem üzərində göstərək. Deməli, biz üfüqi müstəvimiz var və üfüqi müstəvinin üzərində bir cisim var. Bu cismə müəyyən bir hərəkət istiqamətində F1 və hərəkətin əksi istiqamətində F2 qüvvəsi tətbiq edirəm. Hərəkətimiz də sağa doğrudur V. Və bu cisim hərəkət edərək müəyyən bir nöqtəyə gəlib çıxıb. İndi hərəkət edib müəyyən bir nöqtəyə gəlib çıxıb, onu qırmızı qırıq-qırıq xətlə göstərəcəm. Və gəlib çıxıb bu nöqtəyə. Yenə də eyni qüvvələr qalır yerində F1 və hərəkətin əksi istiqamətində F2. Və əlbəttə ki, müəyyən bir yer dəyişmə icra edib. Məhz bunu göstərmək lazım idi. Yəni, S yer dəyişmə icra edib. İndi bizdən soruşur ki, uşaqlar, bu cisim yer dəyişmə icra etdiyi zaman bunun əvəzləyici qüvvələrin gördüyü işlə hər birinin ayrı-ayrılıqda gördüyü işlərin cəmi eynidir. İndi yazalım uşaqlar. Tək-tək əvvəlcə hesablayaq. F1 üçün qüvvənin gördüyü iş niyə bərabər olacaq? Yazacağım. A1 bərabərdir. F1 hərəkət istiqamətinə də fikir verin. F1 vurulsun S. Yəni, bax, bu yer dəyişmə. İndi F2 üçün yazıram. A2 bərabərdir. F2, bax, fikir verin. F2 hərəkətin əksi istiqamətindədir. Hərəkət sağa doğrudur, amma F2 hərəkətin əksi istiqamətindədir. Məhz bu baxımdan burada mənfi yazacaq. Yazım. Mənfi F2 vurulsun S. Bax, indi bu iki işin cəmini toplasam, A1 plus A2 üçün yazaram ki, F1 vurulsun S plus mənfi F2 vurulsun S. Burada göstərərəm ki, F1 S minus F2 S. S-i orta məxrəcə çıxarsam, yazaram F1 minus F2 vurulsun S. Bax, bu şəkildə. Göründüyü kimi, əvəzləyici qüvvənin işi, yəni iş A bərabərdir. F1 minus F2 vurulsun S şəklində tapdım.
İndi baxın uşaqlar, deyir ki, bunu tapdın. İndi sübut et ki, əvəzləyici qüvvəni də tapsan, sənin o sonda aldığın düstur bax bu şəklində olacaq. Biz bunu sübut etməliyik. İndi göstərək. Növbətçisini qırmızı ilə yazım ki, qarışmasın. Mən əvəzləyici qüvvəni tapsam, necə olar? Baxın, fikir verin. F1 sağa doğrudur, F2 sola doğrudur. Əvəzləyici qüvvəni tapdığım zaman əks istiqamətdədirsə çıxırdım, düzdür? O zaman yazaram. Bax, bu ikinci hissədə artıq əvəzləyici qüvvə üçün tapıram. F əvəzləyici bərabərdir F1 minus F2. Bax, bu əvəzləyici qüvvəm. İndi işi tapıram. A bərabərdir F əvəzləyici vurulsun S. Əvəzləyici qüvvə nə idi? Bax, yuxarıda yazdım. F1 minus F2. İndi mən bunu gəlib, bax, burada yerinə qoyacağım. Gətirib qoysam, alaram ki, bərabərdir F1 minus F2 vurulsun S. Baxın, həqiqətən də sübut etdik ki, əvəzləyici qüvvənin işi də F1 minus F2 vurulsun S-dir. Ayrı-ayrıqda qüvvələrin cəmini də toplasam, F1 minus F2 vurulsun S şəklində olacaq. İkinci sualda tapmış olduq. İndi öyrəndiklərinizi yoxlayın hissəsindəki tapşırıqlara keçək. Öyrəndiklərinizi yoxlayın hissəsindəki tapşırıqda bizdən soruşur. Cismə təsir edən qüvvə 20 metr yolda 5 kilojol iş görür və bu qüvvəni hesablayın. Deməli, yolumuz var. Yolu yazın, bax, buradan. Həlli yuxarıdan yazıram. S bərabərdir 20 metr. Yazdım. Qüvvəmiz nə, daha doğrusu işimiz nə qədərdir? A bərabərdir 5 kilojol. Bax, biz bilirik ki, 5 kilojolu jola çevirsən, 5 vurulsun 10 üstü 3 kimi yazaram. 10 üstü 3 hardan gəldi? Kilojolu ifadə etdim. Kilojolu çevirmək istədikdə jola 10 üstü 3 yazırıq. Və buradan F-i soruşur bizdən. F bərabərdir sual işarəsinə. Yenə də işin düsturunu yazıram. A bərabərdir F vurulsun S-ə. F-i buradan tapsam, A bölünsün S-ə. Və gətirib yerinə qoyuram. A-mız 5 vurulsun 10 üstü 3 bölünsün. S-imiz də 20. Bu da bərabərdir 5000 bölünsün 20. Edir 250 Newton. Tapdım ki, deməli, cismə təsir edən qüvvə 250 Newton imiş. Belə. İndi ikinci suala keçək. İkinci sualda soruşur. Çiynində çanta olan şagird sükunətdədir. Bu zaman çanta üzərində mexaniki iş görülürmü? Cavabınızı əsaslandırın. Xeyr, buna səbəb odur ki, mexaniki işin görülməsi üçün müəyyən qüvvənin təsiri altında cisim yer dəyişməkməlidir. Bəli, burada çantanı çiynində saxlamaq üçün şagird müəyyən qüvvə tətbiq edir. Amma yer dəyişmə olmadığı üçün iş də sıfıra bərabərdir. Deməli, A bərabərdir, sıfır olur. Qüvvə tətbiq olunsa da yer dəyişmə icra olmadığı üçün, çünki burada deyir, şagird sükunətdədir. Yer dəyişmə icra olunmadığı üçün A bərabərdir, sıfır olur. Belə, yəni bu şəkildə də yaza bilərik. A bərabərdir, F vurulsun, S deyildir. A bərabərdir, F vurulsun. Yer dəyişmənin yerinə sıfır yazıram, çünki hərəkət etmir. O baxımdan da sıfıra bərabər olur. İndi keçirik üçüncü suala. Buz bağlamış gölün səthində sürüşən pinqvinə təsir edən sürtünmə və ağırlıq qüvvələrinin sxemini çəkərək göstərin. Pinqvinin kütləsi 30 kiloqram, ona təsir edən sürtünmə qüvvəsi 20 Newton olarsa, ağırlıq və sürtünmə qüvvələrinin 5 metr yolda gördüyü işi hesablayın. Deməli, biz sxem çəkməliyik və o sxem üzərində iş görməliyik. Bunun üçün əvvəlcə özümüzə ağ bir səhvə açaq, saxlar. Deməli, belə. Baxın, pinqvini üfüqü səth götürün və burada pinqvini hansısa bir kvadratla qeyd edin. Pinqvin əvvəlcə bu nöqtədə dayanıb və sağa, sola doğru hərəkət edir müəyyən bir V sürəti ilə. Bu zaman pinqvinə təsir edən qüvvələr hansıdır? Aşağıya doğru F ağırlıq. Və bu pinqvin sağa doğru, baxın, burada hərəkət etdiyi üçün, bax, burada sürtünmə qüvvəsi, fərqli rəylə göstərim,
Xeyr, pinqvin sola doğru hərəkət etdiyi üçün sürtünmə qüvvəsi sağa doğrudur. Bax burada. F sürtünmə. Və bu zaman pinqvin müəyyən bir S yerdəşməsi edəcək və gəlib çıxacaq bax bu nöqtəyə. Pinqvini qeyd etdim. Və bu zaman müəyyən bir S yerdəşməsi edəcək. Bax bunu da göstərdim S ilə və bu qədər. Yenə də bu pinqvinə sonda da təsir edən ağırlıq qüvvəmiz var. Aşağıya doğru F ağırlıq və pinqvin sola doğru hərəkət etdiyinə görə sağa doğru da F sürtünmə qüvvəmiz var. Elə sxem olaraq göstərdim. Və sonra deyir ki, ağırlıq və sürtünmə qüvvələrinin 5 metr yolda gördüyü işi hesablamaq lazımdır. Baxın, ağırlıq qüvvəsi. Biz mövzu izahında sizinlə öyrənmişik. İş nə vaxt sıfıra bərabər olur? İş o vaxt sıfıra bərabər olur ki, qüvvə yerdəyişməyə perpendikulyar olsun. Bax, indi burada fikir verin. Qüvvə yerdəyişməyə perpendikulyar istiqamətdədir. Fikir verin, qüvvə aşağıya doğru, yerdəyişmə isə düz istiqamətdədir. Və perpendikulyar olduğu üçün bu zaman ağırlıq qüvvəsinin gördüyü iş, yazıram buradan, F ağırlıq qüvvəsinin gördüyü iş bərabərdir 0. Bax, yenə də deyirəm, səbəb məhz ondan ibarətdir ki, ağırlıq qüvvəsi yerdəyişməyə perpendikulyardır. Bu baxımdan ağırlıq qüvvəsinin gördüyü iş 0-a bərabər olur. Yox, sürtünmə qüvvəsinin ikincisində soruşur. F sürtünmə qüvvəsinin işini soruşduğu zaman. F sürtünmə qüvvəmiz 20-yə bərabərdir. Düzdür? Və yerdəyişməmiz də var. S bərabərdir 5 metr. Və işi soruşur bizdən sual şəbəsində. A sürtünmə qüvvəsinin işi biz bilirik ki, hərəkətin əksi istiqamətində olduğuna görə sürtünmə qüvvəsi mənfi F sürtünmə vurulsun S olacaq. A F sürtünmə bərabərdir. Mənfi 20, çünki 20-yə bərabərdir, vurulsun S 5-ə. A sürtünmə qüvvəsinin işi bərabərdir mənfi 100 joula. Yəni, bu şəkildə də tapmış olduq ki, sürtünmə qüvvəsinin işi mənfi 100 jouldur. Amma ağırlıq qüvvəsinin işi 0-a bərabərdir. Belə uşaqlar, ümid edirəm ki, tapşırıqların izahı hər birinizə aydın oldu. Sağ olun.